Gürcüstanda Azərbaycanlılara məxsus bəzi torpaq sahələri məcburi müsadirə ediləcək. Biznes Press News'un məlumatına görə Rustavi Qırmızı Körpü və Rustavi Sadaxlı avtomobil yollarının tikintisi ilə əlaqədar Marneuli rayonunda bir neçə vətəndaşa məxsus torpaqlar dövlət tərəfindən alınacaq. Avtomobil Yolları Departamentinin sənədinə əsasən layihə xüsusi ictimai əhəmiyyətli sayıldığı üçün tikinti zonasına düşən əmlakların məcburi alınması hüquqi quruma verilib. İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi bildirir ki, Sadaxlı və Zemosaral kəndlərində bəzi torpaq sahələri kompensasiya qarşılığında məcburi alınacaq. Bu torpaqlara Sadaxlı kəndində Valeh Bayramova məxsus 9022 kvadrat metrlik sahənin 1737 kvadrat metri, Zemosaralda isə Asif Abbasova və daha 5 nəfərin birgə mülkiyyətində olan 2700 kvadrat metr sahənin 1457 kvadrat metri daxildir. Torpaq sahələrinin məcburi alınması mülkiyyətçilərlə razılığa gəlməyin mümkün olmaması səbəbindən tətbiq edilir.